34 nömrəli sualda uşaqlar bizə bu bayaq Tamerlan bu reaksiyanı dedi. Birinci X maddəsi nədir oradan? Kim deyər uşaq? X maddəsi nədir burada? X maddəsi kumoldur. X maddəsi kumoldur. Kumol da oksidləşib. Biz bilirik kumol oksidləşəndə nə verir? Fenol verir. Fenol. Bir də bəli, fenol, bir də aseton. Fenolu da, yəni Y-dən Z biri fenoldur. Fenolu yazıram bura, Tamerlan bax. Bu fenol. Uşaqlar bir də bura aseton yəni. Bu da aseton. Bu da aseton. Bizə sualda görək nə deyir? Bizə deməli gəlin biz karbonların hibrid vəziyyətini yazaq. Karbonların hibrid vəziyyətinin üstündə qeyd eləsək, fenolda 6 bayaq qalibə də o sualı verdik. Qalibdədir fenolda 6 karbon var. 6-sı da hansı hibrid vəziyyətindədir? sp2. sp2-dir, 18-dir. Bəli, ayşə. 6 dənə sp2. Hamısı sp2-dir. Hamısı sp2. Amma asetonda isə bu sp3-dür, kənardakılar tək qat rabitə. Bu isə 2 qat rabitə iləndir deyə sp2. Yəni baxın. Bu sp3, bu sp2. Tamam. Əgər bizə desəydi ki, karbonun hibrid orbital sayını tapın, 6 dənə sp2, 6 dənə 3, 18 dənə fenolda. Burada necə olardı? 4, 4, 8, bu da 3, 11. 18, bu da 11, 29. Karbonun 29 hibrid orbitalı var. Amma bu isə bizdən karbonun qeyri-hibridini istəyir. Karbonun qeyri-hibridi deyəndə necə baxırıq? Biz bilirik ki, əgər karbon sp3-dürsə, demişdik bunun 4 dənə hibridi var. sp3 olanda uşaqlar qeyri-hibrid olurdu, olmurdu. sp3 olanda qeyri-hibrid 0 olurdu, yoxdur. sp2 olanda o deməkdir ki, karbonun 1s, 2p orbitalı iştirak edir, 3 dənə hibridi var. Bir dənə p orbitalı iştirak eləmir. Bu zaman bir dənə qeyri-hibrid olur. Amma əgər sp hibridləşməsi olsa, bu zaman 2 dənə hibrid orbitalı var. Bir karbonun uşaqlar yadda saxlayın. Deməli hibridləşmədə elə bil ki 1s-i 3 dənə p-si olur. Ona görə sp olanda ikisi 1s 1p hibridləşmədə iştirak eləyib, 2 dənə p isə hibridləşmədə iştirak eləməyib. Ona görə 2 hibrid sp-də, 2 dənə də qeyri-hibrid olur. İndi bizim karbonlara baxanda 6 dənə fenolda, bir dənə də asetonda, 7 dənə karbon bizdə sp2-dir. 2 dənə də karbon bizdə sp3-dür. Əgər karbon sp3-dürsə, bu o deməkdir ki, hibrid orbitallarının 4-ü də hibridləşmədə iştirak edir. Burada qeyri-hibrid olmur. Qeyri-hibrid 0. Nə zaman? sp3-dür. Amma 7 dənə karbon sp2